Yayımın xüsusi sponsorları Qardaşlar Mebel, QX Məişət Texnikası, sponsorlar Permalit Boyaları, Oxu Tədris Mərkəzi, Qaysı Lunch, Central Klinik, ECS, Xaricdə Təhsil Mərkəzi. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövdür, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, keçələr yolları boşdur, kənd havası təmiz insanlara xoşdur. Balam kənd havası sizi hörmətlə salamlar. Gəl. Yaxşısan? Hə. Baba, doğğa sizə. Şimdi inirəm doğanı. Mən deyirəm, buradan doğğa da istəyirsən. Bu soğuqda doğan içərlər. Gəl. Niyə buradadılar, gəl. Stressdən, əsəbdən uzaq durursan və salam. Çox sağ olun doktor. Deyirəm nə yaxşı ki, sizin kimi vicdanlı, sizin kimi gözəl həkimlər var. Biz sizin həmişə qədirinizi bilməliyik. Çox sağ olun həkim. Çox sağ olun. Sizə yazılan müalicəni də davam eləyin. Baş üstə qızım, çalışacağım da, çalışacağım. Qulaq asmır adama, hər şeyə əsəbləşir. Bax, kənddə əsəbləşir. Deyirəm, gedək şəhərə, bir şəhərdə nəyəsə başı qarışsın, gülsün, gəlir şəhərdə də əsəbləşir. Durdu, danışdı da doktor, görsən. Mən nə vaxt əsəbləşmişəm? Ay Kəramət, dillən də, mən boş-boşuna əsəbləşmişəm. Heç vaxt, nətər əsəbləşməsin? Bir şey ki, məndə 8 daş qalıb. Qasım 2 daşı fırladıb gətirənmirdi. Ev tikəndə? Yox, nerede oynayanda, zər gətirməyəndə gətirmir də, adam da əsəbləşir. Yaxşı, əsl yeri də Kəramat, nerede yeridir bak. Görsən. Gözün də birini qıyır. Həkim, üzr istəyirəm, biraz səs oldu. Siz ümumiyyətlə gedişat hara gedir, onu deyə bilərsinizmi? Siz ümumiyyətlə söhbət edin. Sizə qulaq asanda adam sanki saçdaşır, sağalır. Həqiqətən... Nə olub? Nə olub? Nə olub? Nə olub? Nə olub? Nə olub? Xəstəxanadayıq, Bildim, mən dedim ki, Heç saat, heç saat, hər şey yaxşıdır. Pilotu yiyib elə bil. Elə belə danım, dedim tərtəşək. Aydındır. Mən gedim, Aysu xanım, siz özünüz məşğul olun. Başüstə doktor. Çox sağ olun doktor, çox sağ olun. Çox Sağ olun, sağ olun, sağ olun. Bəs bu getdi, bir ödəniş eləməyəcəyik biz. Sizin bütün xərclərinizi bu bəy ödəyib. Kəramət, bu nə danışır? Ay Qasım, sonra danışarıq da, yeridir, narahat olma. Vay, yaxşı, gelirmə, yaxşı. Deyirəm, ölmədin adının əvvəlində bəy söz eşitdin mənə. Elə, mən də bir bəyəm, Qoşqar bəy, Qasım bəyin oğlu. Hə, yaxşı. Qızım, sənin adın nətər oldu? Aysu. 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 Qəşəngdir. Aysu? Ay? Tanış gəlir ad. Aysu, harda eşitmişəm? Yaxşı, mən gedim, Allah şəfa versin. Sağ olun. Sağ olun qızım, çox sağ olun. Get. Sağ olun. Aysu. Nə olub be? Deyirəm, həkim də getsin, tanım, mən də gedək görək, nə deyir. Nə deyir, gəl mən... Boşu, hara getsən, bu yana. Yox, mən bilirəm ki, o nəsə sözdə adam oxşur. Heç də sözdə adamı oxşamırdı. Sözünü dedi, getdi çıxqa bax. Gəlin bəli, Gəl. gəlin bəli. Gəl. Siz gedin, mən gəlirəm. Yaxşı. Gedin. Ay Kəramət, sən nə xəcalətli verirsən? Xəzalətli düşmənin olsun, ay Qasım. Sən mənə az yaxşılıq eləmirsən, hə? Mən baxdım ki, imkanın yoxdur, mənim var da kömək elədim. Bu da sənin yaxşılığının əvəzi. İnşallah bu da müvəqqəti çətinlikdir də, bu da keçəcək. Çox sağ ol, düzələr inşallah. Nə sağ ol, narahat olma. Mən bu yaxşılıq eləməyi səndən öyrənmişəm. Kişiyə pis gündə, yaxşı gündə həmişə lazımdır. Mən rəva bilməzdim, siz bu isti soyuq şəhər küçələrində fikirləşə tək gəzəsiniz. Mən isti evimdə oturum, qızınım. Mənə yaraşmazdı, ay Qasım. Bir də ki, özün deyirdin də, çətinliyə düşən adamı anlamayan, ürəyi buzlanmış insandır. Düzdür. Nə qədər günəşlənsə də, onun ürəyi heç bir zaman əriməz. Deyirəm ki, sağ ol ay Kəramət. Sən kişi adamsan. Həmişə demişəm, kişinin dostu da, düşmanı da gərək kişi olsun. Bizə Kişi oldu dayı heç nə. belə
dostluq, qonşuluq, kişilik lazım idi. Sən narahat olma. Çox sağ ol hər şeyə görə. Sən də get, biz də biraz gəzişək. Allah şəfa versin. Çox sağ ol Kəram. Yaxşısan amma. Yaxşı. Əlasan. Çox sağ ol. Dədəm, mən bir sual vermək sizə. Bayaqdan fikir verirəm. Şəhərdə insanların üzü niyə gülmür? Bizim üzümüz niyə gülmür ay bala? Camaat da elə. İndi hərənin özünə görə bir dərdi var da. Deyirəm ki, ay Qəmər, gül kimi dədə-baba həyətini qoru, saxla. Axırda hansısa bir vicdansızın qurbanı oldu. Heç cür özümü bağışlaya bilmirəm. Olacağa çarə yoxdur da, oldu da. Düşmüşük ona buna yalvara, gedək bir kirayə ev tapaq, yığışaq bir yerə. Bizim də başımızın üstündə bir damımız olsun. Onda biz hamımız bir yerdən gedirik, hərəmiz bir yere gedək də. Sən məsələn o tərəfə gedin, mən bu tərəfə gedim, sən bu tərəfə gedin. Mən hara gedim, mən haranı tanıyıram tək gedim ay bala, deyil səni. Yo, bala, hara gediriksə bir yerdə gedirik. Bir yerdə gedirik. Bakıda da olmasa, heç olmasa qıraqlarda bir yer tapmalıyıq özümüzə. Hara olur olsun, yer olsun. Nədən? Talih müəllimdir. Alo! Bəli, Talih müəllim. Bəli, Bakıdayıq, bəli. Sizin yanınıza gəlim. Hə, gələrəm, problem yoxdur. Nə ilə bağlı? Hə, orada deyərsiniz. Hə, yaxşı, tək gələrəm. Oldu. Talih müəllim dedi, gəl, səninlə işim var. Bəlkə evimizi bilib, ona görə çağırır. Yox, sən getdin, biz nə qayıracaq? Evimiz də yoxdur ki, deyək ki, gedib oturub səni evdə gözləyək. Qoy desinlər, qoy dədən tək getsin, biz də gedək, görək kirayə evardan tapırıq. Hə, mən gedib tez gələm də, görüm nə deyir də. Uzaq başı mənə zəng çatmasa, elə burada parkda görüşək. Yaxşı? Biz də buralardayıq. Hə, bir yere uzağa getməyin, ha. Tez elə, Qasım. Burada gözləyəcəm sizi. Yaxşı, Qasım, soyuqdur hava, biraz tez elə. Narahat olmayın. Biz də uzağa getməyəcək, elə bu ətraflara baxaq, görək nə var. Gedək, görək buralarda nə var. Bu evlərdə baha olar, hə? Hə? Bu evlərdə baha olar. Hə, indi burada bizi itirəcək. Hə, Qasım kişi, bu ev söhbəti, düz söhbətdir. Hə, Talih müəllim, düz söhbətdir, düz eşitmirsən. Sən o qədər abırlı, həyalı insansan ki, bu ev məsələsində də abır edirsən. Biz, Talih müəllim, indi bir səhv də elədim də. Ay Qasım kişi, nə səhv? Ev almaq nə vaxtdan səhv olub ki? Öz balaların üçün gün ağlayırsan, bir də unutma, sən özün də bir atasan. Sabah sənin nəvələrin də deyəcək ki, atamız, babamız Qasım kişinin yurdudur. Bizə düşən xeyirli olsun deməkdir. Amma üzrlü say, ev gördüyə də gələ bilmədim. Bizim çox gözəl adətimiz var. Yeni ev alana hamı bilir ki, ev alıb, dəstəyə ehtiyacı var, əldə pul qutarır. Bizdə də oxu tədris mərkəzində iş biraz ağırdır, qrafik yoğundur, psixoloji söhbətlər, uşaqların dərsləri, onları valideynlərə təhvil ver, biraz bizim duyğularımız, onların duyğuları. Amma söz verirəm ki, ev gördüyə gələcəm. Hələlik bu hədiyyəni məndən qəbul et. Nədir Talih müəllim, bu kubokdur? Yox, Qasım kişi, güldandır, vaz da deyirlər. Talih müəllim, açığı bir söz demək istəyirəm. Qasım kişi, ehtiyac yoxdur. Bizi bilən bilir, bilməyən də özü kimi bilir. Eşidəndə ki, ev almısan, dedim şükür ki, Qasımı aldatmayıblar. Bu dövrdə o qədər işbazlar var, maşenniklər var ki, pulu alır, qaçır. Rahat ala bildin. Necədir? Əla Talih müəllim, əla. Evdir də, evdir də. Qasım kişi... Dostlar, bu həyatda hər yer bizim evimizdir. İndi bu da... Qasım kişi, sən yaxşı kişisən, saf kişisən, dirbaş adamsan, sən pis ev almazsan, sənin evin hamıdan gözəl olmalıdır. Çünki sən el üçün, oba üçün çalışırsan, bütün bu el-oba da sənin evinə təbrikə gəlməlidir. Mən inanıram ki, sənin evində hələ çox xeyir işlər olacaq, Qasım kişi.
Talib müəllim, mən gedim də. Arvad uşaq da şəhərdədir, gedək biraz gəzək eləyək. Durmayayım mən. Qasım kişi, Bəli. evdəkilərə salam deyərsən, sən bilirsən ki, biz oxu tədris mərkəzi olaraq hər yayda bölgələrimizə ekskursiya təşkil edirik. Hə. Şagirdlərimizi götürürük. Şəki, Quba, Şamaxı. Bu dəfə də mən Rəşidə müəlliməni də, şagirdlərimizi də götürüb gələrik sizə ev gör deyə. Həm ziyarət olar, həm ticarət. Talib müəllim, bir misal var, deyir, içim özümü yandırır, çölüm özgəni. Bu dəqiqə ondanam, yanıram, danışa bilmirəm. Qasım kişi, bir sözdə var ki, yandırmasa qandırmaz deyirlər. Nəsə dərdli adamsan, danış görək nə olub, eşidirəm səni. Yo, dərd yoxdur Talib müəllim, çox sağ olun. Hər şey qaydasındadır, evdə qaydasındadır. Mən götürüm onu, gedim yavaş-yavaş Buyur, Talib mən müəllim. səni yola saldım. Çox sağ ol. Hər şey əladır, Təşəkkür. narahat olma. Qasım kişi, bu kubok, bu güldanı da verirəm sənə. Bəli. Xeyirli olsun, gələndə yenə başqa hədiyyələrlə gələcək, götür, yoruldum. Sağ ol Talib müəllim, yaman yerinə düşdü bu ev bu dəqiqə. Qaldırım o kuboku sevincimdən. Sən. Birinci yerə çıxdım, hə Talib müəllim? Bəli. Bəli. Mən belə başa düşürəm ki, birinci yerə mən çıxdım, sən yox. Hədiyyəmi çox bəyənmisən. Süperdir. Bunu evin ən gözəl yerinə qoyacağım indi. Gətirirsən məni bura, bir demirsən ki, nəyə gətirirsən? Ana, onu desəm mən sən gəlməyəsən də. Nəyə gətirirsən, nənə bala? Oy, canım çıxdı. Dənə sən də. Hə. Deyirəm, gedək Azad müəllimdən soruşaq, bəlkə məsləhəti bildiyi bir ev ola. Dəli sənə bala. Sən dədən xasiyyətini bilmirsən ki, biz ona Azad müəllimə desək, sonra dədən dava şübhən salacaq ki, niyə gedib xəbərləmişsiniz? Tanıdıq dənə dədəmizi, tanıdıq. İnandırım səni o ev satanda məsəl saydım. Onu mən eləsəydim, dədəm məni evə qoymazdı. Tanıdıq dənə. Və hansı evə qoymayacaq? Evimi var ki, qoymasın. Ta dincəl. Ta rahat da ev yoxdur. Nə bilirsən elə, ta hansı evə qoymayacaq ki səni? O da dizdən indi görək nə var. Amma mən də fikirləşirəm ki, Azad müəllimə demək lazımdır, bəlkə bir çarə eləyər. Amma biz Azad müəllimə onu nətər deyək ki, həm Azad müəllimə demiş olaq, həm də elə deyək ki, sonra dədəyə deyək ki, biz Azad müəllimə heç nə deməmişik. Biz nətər deyək onu? Gəl onu sıfamsan qabaq verib, qəşən məşq edək. Hə. Keç qardaş, keç. Eşitmədir? Mən bu... Deyər, bunlar yaman belə çoxlu adamlar zatlar, yəni... Yox, eşitmədir. Deməli belə, onda sən danışma, hə? Sən mən nə desəm, elə təsdiqlə. Elə başından təsdiqlə. Deməli, mən girəcəm, birinci deyəcəm ki, salam Azad müəllim. Məni burada müdür kimi tanıyır. Mən hörmətə bax indi. Hə, yaxşı. Oğul. Nətərsən? Salam müəllimlər, vaxtınız xeyir. Qətrinə də dəyən yoxdur. Yox, dayan. Sana demişəm də, dəyən olsun, deyirsən ki, mən Qoşqar müəllimin dostuyam. Birbaşa. Mən o icazəni sahib verirəm. Yaxşı. Nə varsa burada, nə işdir? İşlər nətər gedir? İşlər yaxşıdır. İzə nəşriyyatının monitorinqlərə hazırlıq sınaq toplulusu var, 2-ci sinif. Ofisayt mağazalarına göndərəcəyik. Lap yaxşı. Onları yığırdım. Lap yaxşı, lap yaxşı. Çətin izan yoxdur? Yox. Hə? Çəkinmə, ha? Yaxşı? Çəkinmirəm, belə yoxdur. Hə, yaxşı. İşin olmasın uşaqlar. Gəl. Çox nur üzlü uşaqdır. Gəl. Hə. Təşəkkürlər. Gəl. Gəl. Ay vur. Heç kimə güvən yoxdur dəqiqə. O kimi də hər dəfə gəlir məndən söz soruşur. Hə, biləm valla. Salam Ölüş. Sağ olun. Salam Melek. Yorumdasan. Sağ olun. Məni tanıdın. Sağ olun. Nətər edir işlər? Bu nədir belə? Şükür, yaxşı olur. Sağ olun. Bu QX-in ağıllı fırtözüdür. Bununla qızartmaq, bişirtmək, tost etmək, hətta çörək belə bişirmək olur. İçinin materialı
yanmaz materialı var və buna görə də yağlı və az yağla da bişirmək mümkündür. Hə, bir baxım buna bir yaxından baxım görüm. Bu sağ yaxşı deyə yemək qızdır deyən kimi yandırırsan, ya altını yapışdırırsan, görsən deyir yanmır. Hə, yanmır da dəqiq. Xeyr, yanmır. Yaxşıdır, əladır. Əslində biz başqa şey görəcəmişdik, qardaş. Qulaq as, mənim qaynatamı görmüşsən? Kimi? Qaynatamı. O kimdir? Azad müəllimi deyirdən, ha? Azad müəllimdən, hə? Müəllim deyib üstünə qaçdığından, hə? Buranın şefi. Azad müəllim yoxdur ki. Yox, oturub gözlərik. Problem yoxdur. Problem yoxdur. Gərək onda bir həftə gözləyəsiniz. Boy, bir həftədə adam gözləyərlər. Hə, mən lazım olar qaynatamı ölənə qədər gözləyərəm. Sən özün bilərsən, nə qədər gözləyirsən gözlə. Dədən də bizi gözləyir, getməliyik. Ay bala, Bəli. hardadır ki Azad müəllim? Azad müəllim Maldivdədir. Yeni aldı evində. Nə qarır? Üzrlə sağım məni tələsirəm, məni çağırırlar deyəsən. Nəsə bilir bu, nəsə bilir bu. Evində nə qarır demədim, onu demədim. Fikir verdim, gözü zat bərəlmişdi. Nəsə, axırı kim deyəmədi cümləsini. Yeni aldığı evi eşitdinmi, nə dedi? Heyf, heyf o qədər hazırlaşmışdıq. Heyf deyəndə ki, gəlinlə danışarsan, sən də niyə heyf olur? Mən də o ürəyimdə qaldı, o evinə görən nə qarır. Yaxşı, dədən gözləyir, tuş qabağımıca gedək, gəl. Çox maraqlı qaldı, o görən evində nə qarır. Boy. Burada nə var? Bu pulun olmayan vaxtı bunu kim satdı sənə? Tək pulumuzun yox, elə evimizin də olmayan vaxtı. Şimdi bir dəfə indi səhv elədim, maşinliklər allatdı məni, ev çıxdı da əlimizdən. Hər dəfə gələ mənim başıma vurasınız. Başıma niyə vururuq? Hə. Yoxdur da emmi, sən harda, biz də orada. Nə dedik ki? Bunun bəyələri Talih müəllim verdi mənə. Hə. Elə bildi ev almışıq, dedi apar qoy evin ən yaxşı yerinə hədiyyədir. Demədimmi ki, ev yoxdur, hara qoyacaq bunu? İmkan verdi ki, o qədər danışdı ki, Talih müəllim, bilmədim nə danışım, nə edeyim. Ev tapdınız? Yox, deyir, bir həftə olmayacaq. Valla bu boyda Bakıda bir həftə nətər ev olmayacaq? Ev var, ev çoxdur. Bizim cibimizə uyğun olanı yoxdur. Bizim cibimizə uyğun olan bir dənə var, o da deyir ki, ailə yaşayır, bir həftəyə boşaldacaq evi. Mən də ona görə dedim ki, qoşu nəyə gözləyirik də çıxaq gedək, indi bir həftəyə nə olacaq, olacaq. Onda mənə bax, gedək içimizə bir tikət söylə yiyək. Mən ac olanda heç nə fikirləşə bilmirəm. Gedək yiyək, biraz özümə gəlmək, mənim taqətim zadım qalmayıb. Bir övlad kimi sənin fikrinlə razıyam, amma çıxandan sonra bir qərar verək ki, harada qalacaq da. Mən yorulmuşam konkret. Yaxşı, amma əsas söyləmizi yiyək. Gedək yeməkdə. Mənim də boğazımdan əslində çörək keçmir, amma hiss edirəm ki, qarnım qurulduyur, bayaqdan acam, gərək bir-iki tikə nəsə yeyək. Gəl. Get ata, sən yaxşı gəlirsən. Özümüzü güclə hərləyirdik, bir də bunu hərləyəcək. Gəlin. Bağlarında salxım Təbrizi, buz kimidir dörd yolunun dəhrizi, göy gölünün havasını udanlar. Deyirəm, bunun üstündən bir dənə qəşəng toyuğa deyək. Sən nə həzmə kömək eləyir? Lazım deyil. Artıq xərc çıxmasın. Çıxayıq burada, piyada gəzərik, həzmində gedər. Duray yavaş gedək. Hesabı da öyrəndim, 48 manat eləyir. Bütün bu qədər bir damcı şeyə 48 manat. Vay dədəcər. Bax, evsiz olmağın bu şeyi pisdə qasım. İndi mən evdə 48 manata 3 dənə çolpa alardım. Neçə kiloda düyü. Bax, bir belə toy qazayla aş dəmləyərdim. Özə döşəmə pulu. Düz 3 gün 3 gecə yeyərdik. Amma buna bax, bir dəfəyə yedik, dördük. İndi bildim də, bir dəfə səhv elədim, allandım, ev çıxdı əlimizdən. Onu gedib mənə deyəsən. Hətta yaxşıdana bilmədik. Qatıq anam, anam bilmir, sən vurur. Davanız bura qalır. Bir dənə mən duyuğa deyəcəm, xatə çıxmadı ya. Demə də sən də. Yəni demək istəyirəm ki, mən özümə mi deyim, yoxsa sizə mi deyim? Heç kimə demə. Nə deyirsən? Bu da sənin oğlun. Ailə məsələləri qalıb qıraqda doğuqadan yapışıb bir yaxdan. İş mi verəm mən doğuğa? İşmə. Mən doğuğa iş mi verəm? İş mi verəm? İşmə. Məsələn. Mən indən sonra billəmlə qarayacam. Nə qarayacam? Mən billəmlə qarayacam. Gəlin də çörək yedim, tışdan pisliyə. Gözlə bir də. Haloğlu deyil.
Cevap verdin ha? Hə? Cevap ver ha? Allah. Hə, rəğbət. Yo, elə şəhərdi, ailəvi, hə. Yo, belə vacib görsə gəlməyim. Buyur. Hə, laf vacibdir. Hə, yaxşı, gələrəm. Hə, gəlirəm indi. Xaloğlu deyir, bekarsansa, vaxtın varsa dur gəl bura. Dəqiq bekarsan, Qasım. Birdən işin zadın olar bilməriyik. Darıxma, bu barədə mən sənlə axşam yan-yana uzananda danışacağam. Darıxma. Yan-yana uzananda, dayan görək. Yan-yana, harada? Parkın ortasında yan-yana uzananda, eləmi? Bax, elə eləmiş, gəlim aranıza girim, ortanıza yatım, ha? Gəl girdin, aramız mı var? Kim harada istəyir yatırdın, ha? Yəni, gəlin başladı ev söhbəti, atla ortaya gördün. Yaxşı, cəmat baxdın, yaxşı. Yaxşı. Yaxşı, yer tutarım, duraq gedək. Sən konkret deyəcəm, qısa konkret. Onu yersən, yemirsən. Nə olub ki? Yersən, yemirsən, mən onu yeməyim. Mən bayaqdan onu fikir... Yox, yeyirəm. Yeyirsən, qərəm? Yeyirəm, hə, yeyirəm. Mən biləm nağıracam. Yeyirəm, bax. Bundan yedin, ha? Gərək onu yəsən. Mən biləm nağıracam. Nağarası, nə bayaqdan bizə hədə qorxu gəlirsən? Bu bilir nağaracaq. İndi mən biləm nağaracam səndən. Nə olsun? Bilməm. Nə? Bilməm. Salfetka vermələn. Salfetka verdim. Salfetka, aynı Elə deyilən, ha? Ət çəkən maşın kimi ağzının içində. Balam gəl havası, sizi hörmətlə salamlar. Bax, qardaşlar Meybil. Əzəmət bizi göndərdi bura ki, dedi gedin Meybilləri bəyənin. Oğlunuz qızımı alsa, hansı Meybili bəyənmişsiniz onu verəcəm sizə. Bəyənmədimi? Nəyi bəyənmədin? Gül kimi mebelləridir. Yataq mebeli, mətbəx mebeli, qonaq otağı mebeli, yumuşaq mebeli. Da nə olmalıdır? Nə olmalıdır oğul? Yox, mebellər bəyəndi mi? Əzəmətin qızım bəyənməli. Əsas mebellər qəşəngdir. Qızı sonra bəyənərsən. Bəyənmədim, şükürmə. Nənə bax, oğlum, mən qoşqarı evləndirirsiniz. Bu da gəlinimizin cehizləridir. Yox, evləndirməmişik. Özüm getmişdim Quix'in mağazasına. Bax, evimizə lazım olan şeyləri aldım. Bu robot toz sorandı. Özü toz soranlayacaq. Amma bu əl toz soranıdır, mən toz soranlayacağam. Bunu sənin üçün almışam. Şirə çəkəndə hər səhər meyvələri çəkəcəm, içəcəksən. Bu qoşunundur. Quix'in bu kofe dəmləyənidir. Bu bilirsən nədir? Toster. Bu əti qoyursan arasına pişirir, çörəyə qoyursan qızdır. O da özümündür. Bu fendir, saç qurutmağa. Quix'in feni. Buna bax, şirvəmiz həyətini təmir elətdirir. Həyətin divarlarını da permolit boyaları ilə rəngləyir. Özə hələ belə boyalar deyil, Türkiyə istehsalıdır. Hələ bunlara bax. Bunlar nədir ki? İtaliyanın məşhur brendi Antigua Signoria'dır. Dünya rənglərlə gözəldir, permolit boyaları ilə daha da gözəldir. 5 ildir fəaliyyət göstərən Oxu Tədris Mərkəzi erkən yaş, məktəbə qədər və ibtidai sinif qruplarında Azərbaycan və Rus bölmələri olmaqla fəaliyyət göstərir. Mərkəzdə inklüziv təlim əsasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixoloq və psixopedaqoq xidməti mövcuddur. Uşaqlar həmçinin rəsm dərnəyi, ingilis, ərəb və rus dili dərslərində danışıq səviyyəsində təhsil alırlar. Mərkəzin ən önəmli fəaliyyətlərindən biri psixoloji dəstəkdir. Uşaqlar və yeniyetmələr üçün xüsusi psixoloji xidmətlər göstərilir. Həmçinin öyrənmək çətinliyi və davranış pozuntuları olan uşaqlara isə fərdi seanslar və dərslər təşkil olunur. 18 illik təcrübəyə malik peşəkar heyət ilə Oxu Tədris Mərkəzi hər uşağa öz potensialını kəşf etmək və gələcəyə inamla addım atmağa imkan verir. Buyurun Ayşə xanım. Deyirəm Ayşə xanım, mən də istəyirəm ki, sizin kimi bir neçə dil bilim, xaricə təhsil alım, Avropa universitetlərinin birində oxuyum, savadlı gənclərdən biri olum. Qoşqar, sənin bu arzunu ECS xaricdə təhsil mərkəzi reallaşdıra bilər. Necə ki, mən onların vasitəsilə Avropa universitetlərində təhsil almışam. Ayşə xanım, mən Avropa universitetində təhsil almışsınızsa, bura nə yapıyorsunuz? Çünki mən hal-hazırda IELTS, SID, TOEFL proqramlarına yiyələnirəm. Bir də qəbul imtahanlarından az bal toplayan abituriyentlər də gərək heç üzülməsin, sıxılmasın. Çünki ECS xaricdə təhsil mərkəzi onların tək atistatla xaricdə təhsil almağına şərait yaradır. İndi gedək? Yox, sən get. Mən bura bir müraciət edeyim, mən də nəyəsə bir yiyələrim. Onda bir yerdə gedək. Deyirəm, sənin tanışın zadı çoxdan, hə? Buyurun. Gəl havası, sizi hörmətlə salamlar.
David, buradasan? Hə, lap yaxşı. Demək, bax, bu kreslonu göndərirsən, bilirsən də hara? Plazaya 9-cu mərtəbə. Yaxşı? Hə, bunu göndərərsən. Bəh. Gör nə gözəl insanlar gəlir. Gör nə gözəl insanlar. Gəlin görüm. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Nətərsən, qoş gəl. Salam. Salam Melek. Gör nə deyirəm, çaydan, sudan, yeməkdən nə ürək istəyir? Yox, çay su vaxtıdır. De onda gəl. Gəlin bura. Gəlin dalımıza görün. Gəl. Ha bura gəl, hara gedirsən? Gəl belə. Kubokçun mənəvidir mi? Gəlin görək, gəl. Gəlin kesin əyləşin görüm. Gəlin bir oturağın burada bir söhbət eləyəyin, Oturaq. Yavaş. Ay bala, yavaş da. Yavaş da bala, yavaş. Eşitsən Qasım. Ay yenə deyirəm, çaydan, sudan, yeməkdən ürəyiniz nə istəyir deyil. Yox, sağ ol. Yox, narahat olmayın. Bu çay, su qaçmır ki. Sən dinən görün bizi nöş çağırmısan. Qasım, belə bir söz var. Deyirlər ki, qadınların hissləri kişilərdən 2 qat yuxarı olur. İndi qoy görək Qəmər bacı hiss eləyəcəkmi mən sizə bura niyə çağırmışam? Mən? Ay Rəğbət qardaş, mən sizin ocağa gələndən Qasım olan yerdə nə danışmıram, nə də hiss eləmirəm. Mən deyəndə nəyə çağırıbsan bizi? De görüm. 100% dədəmə deyəsən ki, qoşqara yaxşı iş tapmışam, sonra mən də o işi yaratmayacağam, dədəmi çağırıb danlayassan. Yox. Ay Qasım, nə bax, o sizin bu ev məsələniz nə yerdə qaldı? O sizə o pulu atıb qaçan tapa bildinizmi? Bir xəbər çıxdı mı onunla? Yox, Rəğbət, hardan tapaq onu? Mən həyatımda belə axmaq, belə əznaf adam görməmişdim. Canım üçün, o boyda dədə-baba evim çıxdı mənim əlimdən. Mən çətin yaşayam bundan sonra. Yox, səbrinə bas aşağı. Eşidirsən, Qasım? Sən bizim nəslin gözüsən. Sən çox yaxşı kişisən. Sən kəndin bütün xeyrində, şərində öndə getmirsən. Sən elə bir kişisən ki, çörəyin qırağın yemisən, o yumuşaq yerin vermirsən kəndin yetimlərinə. Sən öz övladının saçına, telinə sığal çəkməmsən yetimin yanındakı, birdən onun qəlbin qırarsan. Eşidirsən? Sən elə belə kişi deyilsən. Kətdə 5 dənə özündən deyən kişi varsa, onun da biri və birincisi sənsən. Eşidirsən? Kənd cəmaatı belə bir qərara gəldi. Gördülər ki, siz çox pis vəziyyətdəsiniz, eviniz əldən çıxıb, düşdülər əl-ayağa. İçi mən qarışıq, yəni mən qıraqda deyil idim. Və nə oldu? Yenə görüm nə oldu? Nə oldu? Yəni, bax, bu evin haçarı. Kənd cəmaatı yığıldı, sizə bir ev aldı. Nə danışırsan? Nə deyir? Ev dedi qoşu. Ev? Hə, düz eşitdiniz də. Sən elə belə kişi deyilsən, bu sənə elədiyin yaxşılıqların əvəzidir. Buyur Qasım. Doğrudan deyirsən Rəğbət. Bəs nə? Bu hasar da əlində, götür də bunu. Onlar gəlim səni qızaqlayayım. Gəbər. Yox, Rəğbət. İnana bilmirəm, Ay bala. Ağlayırsan ha, Mətə? Ağlayırsan? Yox, balaca şey oldu. Keş bir yana, Qasım. Ağlama, qadan alaram. Bax, mənim də gözümdə olub kövrəlmişəm, amma özümü saxlayıram ki, ağlamayayım. Yox, ağlamıram, Qəmər. Elə bir ki, qəhər məni boğur. Amma mən inanırdım. İnanırdım ki, bizim də qaranlığımıza bir gün düşəcək. Bir gün asılacaq bizim içində. Bax, bu gün imiş. Bilirsən niyə Qəmər? İllərlə elədiyim yaxşılıqları istən elədiyim üçün bu da mənim mükafatım oldu. Buna baxın. Yaxşı. Mən bir söz deyim. Kövrəlmə. Ümumiyyətlə, ataların duaları həmişə danışmadan olur. Bəzən göyün üzünə bir dəfə baxmağınla sənin duan qəbul ola bilər. Amma mən sənin dəfələrlə o göyə baxdığını görmüşdüm, ata. Yaxşı da Qasım, yaxşı da. Bilirsən nəyə pis oluram, Qəmər? Mən elə bilirdim ki, bizim o qohumlar, o uşaq vaxtı oynadığım o uşaqlar böyüyüb, ürəyi daşlaşıb, biraz bərk olublar. Sən demə elə deyilmiş, mən yanılmışam.
Kimin var? Ata, mən ümumiyyətlə istəmirəm sənin gözündən yaş gəlsin. Ümumiyyətlə heç bir övlada arzulamıram ki, atasının ağlamağını görsün. Düz deyir ay Qasım. Düz deyir, ağlama. Ağlama. Qadan alaram sənin ay Qasım. Deyirəm, nə yaxşı mən səni sevmişəm. Qoşu da məni bağışlasın. Ta bala, ta keçib. İstəyirəm səni qucaqlayım. Mavi gözünde ulduzlar yatar, birce bakışla günü oyadar. Gel bakışınla baharı qaytar, quşlar qayıtsın, qoy qatar qatar. Çox şükür, çox şükür qoşu. Qoşu, axır ki bizim yeni evimiz oldu. Çox şükür, ona dədəmə bax, sevindiyindən nə tər qabaqda gedir. Ulan, mən sana soruşdum, həyat vaxt genişdir, yaxşı deyil. Belə söz var, deyir ki, bəy verən atın dişinə baxmazlar. Eləmi? Qəşəngdir, yəqin ki qəşəng olar. Dədəmə bax, dədəmə bax. Hadi dede bizi gözlədən ha bu. Emir yol bizi yata çağırırsan. Yox, deyirəm ki, Qəmər, bu Xanoğlu bizə verən ev var ha. Ora həyətə girən kimi, gedirəm bu bəhmən yoxdur, bu qəssab. Gedirəm ondan qəşəng bir dənə qoç alıram, gəlirəm həyətdə kəsirəm, kabab eləyirəm, paylayıram qonum qonşulara hamısını, ət eləmiş. Hamıya paylayırsan bütçədə, yəni çünki evə sahiyyatlar. Yox. Hamısını qonum qonşuya. Yox da, yəni deyirəm, bizim deyil orada. Deyirəm, bala, ət eləmişəm də, kəsirəm, kabab eləyirəm, hamısını paylayıram qonşulara. Ət eləmişəm. Ya deyirəm, bizim evdə də bir kabab pişsinlər, bizim evdən bir su çıxsın. Deyirəm, yox da, bala, əhd eləmişəm ki, hamısını qonum qonşuya paylayım. Başa düşmürsən? Başa düşdü, başa düşdü. Qoşu, da deyir, yox da. Sən illah bugün kabab yeməlisən, başqa gün pişirəri yeyərsən da, bala. Mən özümə görə eləmirəm, ya ana. Mən bu evdə heç vaxt özümə görə eləmirəm. Sana görə eləyirəm. Mən istəmirəm, mal lazım deyil. Hay dədəm, heç kimə yaxşılıq yox. Qoş, biz nə eləyə bilərəm? Başını saxlayarım, ayağın kəllə paça yeyərik. Kəllə paça. Lazım deyil, onu da ver, özümüz ayrıca alarıq. Kəllə tərəfin mən yeyərəm, paça tərəfin sən. Bu deyil. Bura deyil mi? Hə? Bura deyil mi? Hə. Bu da Xaloğlu'nun evidir də bu. Qasım, bu Xaloğlu'nun öz evi deyil. İnana bilmirəm, Qəmər, inana bilmirəm. Elə bil ki, Qəmər, yuxudayam, yuxuda. Yuxudayam elə. Qasım, ay Qasım, 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 ay Qasım, 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 ayıldı. Qəmər. Hay can. Bura haradır? Sevinmirsən, Qəmər. Niyə sevinmirəm, ay Qasım, sevinirəm. Şükür ki, ayıldın. Sevinirəm əlbəttə ki. Bura evimizdir. Axır sən o balanı basıb yedin dana, hə? Bir dənə banan gətirmişdilər dədəm üçün, onu da sən yedin. Dədəm banan batıdır, dədəm oyanır, ver burada. Ay sağ ol, banan vaxt deyil də dədəm oyanır. Ay bala. Hay can. Qəmər hanı? Buy. Gəlir. Buy, buradayam da, nə görmürsən məni? Bura bizim evimizdir. Yox. Bu qapını bağlamışsınız. Nəyin qapısı? Qapını bağlayın da. Nəyin qapısın, Qasım? Toğların. Buy. Bağlayırıq. Deyib bağlayır, gözlə bir dəqiqə. Ay Qasım, evimiz var, qapısını bağlayaq. Sən də elə danışırsan, Nətər evimiz var? Bayaqları Xaloğlu bizi evin göstərib, evin bizə vermədi. O ev hanı? Vermədi. Ay Qasım. Getdik, evə getdik, baxdıq ha, evə baxdıq ha, 2 mərtəbə. Qasım, sən yatmışdın, 3 gündür, yəqin yuxuda görüb, hə? Yəqin yox, elə dəqiq yuxuda görüb. Bala, o feyxuadan ver bir dişdi. Hansı feyxuadan? Əlindəki feyxuadan. Bu? Ver də, ver. Sənin deyil ki, onun da ver. Verirəm, gözlə dəqiqə verirəm, gözlə. Qasım. Feyxua versin. Sən özvə gəl, mən sənə hər şeyi başa salacam, hər şeydə danışacam, yaxşımı? Xaloğlu sağ olsun. O almadan ver kişiyim. Verirəm, gözlə bu soyun, bu ananas da geç soylandı. Qasım müəllim, Allah sizə ailənizin başının üstündən əksik eləməsin. Amin, amin. Amin. Əgər sən belə, sən bana deməyəm. Mən dədəmin adından sizə çox sağ ol deyə bilərəm. Yəni,
Belə yəni başqa nə lazımsa mən qulluğuzdayam. Yəni həqiqətən çox əziyyət çəkdiniz siz də. Bilmirəm, biraz dədiyəm eləyəm mən. Nə ola bilər sualı verəməz ki. Ayda nə olub? Belə yaraşıqlı olur. Bu qız kimdir? Bu qız... Bu qız, Allah açıq sıvı. Yox, qız kimdir? Qız Qasım, sən burada yatanla bizə o qədər yaxşı baxır, elə gözəl qulluq edir, sağ olsun. Öz də gözəldir, elə xasiyyəti də özü kimi gözəldir. Çox sağ olun. Mən sizin ailəni çox sevdim. Sağ ol. Siz hər çətinliyə rağmen bu qədər sevgi ilə bir-birinizə bağlısınız. Bu məni çox duyğulandırdı. Hə, eləyik. Bax, aç ağzını, aç. Ye ətə cana, bax. Ay bala, nə olur? Ay bala, nə olur? Nə olur? Bir diqqətli ol da, ha? Diqqətli ol. Fikri qalıb qızda, fikri qalıb qızda. Amma sən bir şey deyim. Həqiqətən yaxşı qızda, Qasım, həqiqətən. Yersən mi? Keç Qasım, sən keç. Keç. Özünə fikir vermirsən də, özünə fikir vermirsən. Hər şeyi canından artıq dursan, ay Qasım. Yadında saxla ki, oğuldur, qızdır, övladdır, boş şey deyə hamısı öz-özünə böyüyüb gedəcək. Kişiyə qalan xanımıdır, xanıma da qalan kişisi. Salamat qaram, mən gedim. Ay evini silirsin. Dədəmə hər dəfə evdə bir şey olanda məni silirsin. Mənim şuram nə deyir? Mən şu çelişim bir dədəmə heç olmasın. Bir də ediyanı görmür, zəng gəlir. Kəramətdir. Hə. Allo. Hə, Kəramət. Yaxşıyam, hə, çıxdıq. Nə olub? Kəndə gəlim? Niyə, nə olub? Alo. Sən öləsən, gələn söndüyək. Bala, bunu zaryatkaya qoy da, Lazım olanda, boş-boş söhbət olanda sönmür. Civinə qoyunda 100% deyil. Nə deyir, kəndə gəl. Deyir, gəlin kəndə vacib sözüm var, bu da söndü, heç bilmədim nə deyir. Gedək, vacib sözü varsa gedək. Gəlin, gedək də, gəl. Bunu zaryatkaya Nə vaxt zaryatka saxlayıb bu? Üç anlaşdıraq da. Hoş gəl. Bura nənən günün kəndidir, ha. Yəni? Mənim uşaqlığım var, buralarda keçir. Ay Qasım, deyirəm görən Kəramət bizi nəyə çağırıb? İnşallah xeyir olar. Ana, yəqin ki, süfrətiflər bizi gözləyirlər də, ana. Bax, sizdən bir şey xahiş edirəm, ana. Birdən oradan bax, desə ki, gəlin yemək yeyin. Ona demədən, ana, biz evdə yeyib gəlmişik. Sənin qadın qanı, nə olur, mən öləm ərzində. Yaxşı, elə bir gedək görək nə deyir. Deyirəm, Qəmər, Kəramət çox qanacaqlı adamdır. Çox mərifətli, tərbiyəli adamdır. Bir dənə mənfi cəhəti o, çox nərd oynamaqdır. Onu da bir damcı azaltsa lap əyli olar. Düzələr. Düzələr, hə, məncə düzələr. Bu ne? Atın çək ulan bu gəldi. Hardasınız ha? Salam, Kəramət. Salam, melek. Gətirsən. Nə olur? Gözümün kökü saraldı sizi axtarmaqdan. Day öldü mü? Yer qalmayıb, rayon mərkəzi. Astanov qalar, küçələr. Hardasınız? Ay, qardaş, elə olanda zəng elə də. Mobilni var da, mobilni. Mobilni var, zaryatkası yoxdur, telefonuma zəng çatmır. Bu nə vaxt telefonuna zəng çatıb? Ay Kəramət, sən də qoşuya yığardın, qoşun telefonu var. Ömər bacı, o qədər sevincliyəm ki, heç qoşu da yadıma düşmür. Nə danışır bu? Deyən aş yaşı çıxıb. Nə olub, Kəramət? Aşı sorama saxla. Aş dolacaq. Nə olub? Nədir bu? Sa. Nə qupça? Açar. Hə? Bax, buyur. Nə Bu da danışır? sənin təzə evimin qupçası açarı. Bu nə danışır? Necə yəni? Hardan, nədir bu? Ay Kəramət qardaş, düz deyirsən? Şütəylə də bu dillər Evin biridir yalan danışır, Qəmər bacı. Bilirsən, Qəmər bacı, kənd cəmaatı, oturduq fikirləşdik ki, Qasım həmişə kəndin pis günündə də, yaxşı günündə də öndə gedən olur. Hamının xeyrinə, şərinə yarayıb. Kimin dar günü olanda ona arxadayaq olur. İndi sizin pis gününüzdür, biz də sizə arxa dayaq olmaq istədik.
Yığışdıq, pul yığdıq. Sizə bax, bu evi aldım. Bu kupçası, bacım. Xeyirli olsun. Doğru deyirsən? O kişi evlənsin, evə gəlin gətirsin. Amin. Belə momentlərdə sevinəndə bilmirəm Allah qalmaq lazımdır. Evet, bana qaç səni öpəcəm. Gəl bak. Sənin qadan qalama Kərəm mən. Yaxından da laf belə ürəyimə susun. Evin açarı bu eləmi? Evin olar da, evin açarı. Sağ ol ey Kərəmət. İnan sən bilmirəm, sənə tər çox sağ ol deyim. Deyirəm Qəmər birdən bu da yuxuları, yuxudur bu. Ay yox, indi sən yuxu görürsən, axı mən də görürəm. Mən də bilirəm. Mən də yuxu görürəm. Yuxudur. Yuxudur, sən də görürsən bu olanları. Bir dəqiqə, inan sən özümü itirmişəm mən. Yox, içimi, bax. Deyirəm mən yuxudur. Deyirəm Kərəmət, bilmirəm sənə tər çox sağ ol deyim. İnsan gərək həyatda həmişə yaxşılığı görsün, heç vaxt yaxşılığı unutmasın. Mən də heç vaxt yaxşılığı unudan adam olmamışam. Bir insana ev vermək, onu ailəsinin yanında xəzələtli olmaqdan xilas eləməkdir. Bir insana ev vermək, onu həyata olan ümidini geri qaytarmaq deməkdir. Gəl sən bağrıma basım, öpürəm səni. Çox sağ ol. Məndən kənd cəmaatına hamısına çox sağ ol. Sağ olsun. Mən gəlib görüşəcəm ha. Uzağa getməmişəm ki. Sağ olsun. Qasım, çox sağ olsun. Qəmər bacı, qaynanamın da zəhməti çox olub bu işdə. Ona da çox sağ ol deyərsiniz də. Deyərik. Qaynanamın da sağ olsun. Bu qalsın səndə, mən itirərəm. Bu da səndə qalsın. Sən canın yuxu deyil bu. Ey də yox da, yox. Yuxu olar, biabır olar. Ay. Evimiz var. Evimizə. Gedək evimizə. Gedək evimizə. Gəl. Sağ ol, Kərəm. Hansıdır körkəz görək elə? Necə sevinim, necə sevinim. Yayımın xüsusi sponsorları Qardaşlar Mebel, QX Məişət Texnikası, sponsorlar Permalit Boyaları, Oxu Tədris Mərkəzi, Qaysı Lunch, Central Clinic, ECS, Xaricdə Təhsil Mərkəzi.